Necə keçdi İlham müəllim məhkəməsi? Necə başladı? Necə oldu? İstəyirəm bu barədə ətraflı. Deməli, ilkin olaraq konvoy müşayiəti ilə İlham Elşad qızı məhkəmə salonuna gətirildi. Məhkəmə zalında deməli Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olundu. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirildi və onun hüquq və vəzifələri ona izah edildi. Onun sərbəst ifadə vermə hüququ var və öz ifadəsini verdi. İfadəsində ittiham haqqında qeyd olunan faktları qəbul etmədiyini və ittihamla razılaşmadığını bildirdi. Özünü təqsirli bilmədi bu iş üzrə. Bundan başqa ifadəsində bildirdi ki, mən Azərbaycan qadınıyam, mənim deməli cəmiyyətdə tanınmış adamam, mənim şeirlərim var. Dostlar, takip atın. Valiyə takip atın. Onun ifadəsini olduğu kimi təqdim etmək istəyirəm. Mən Azərbaycan qadınıyam, bundan əlavə şairəm. Allah mənə 2 qat ağıl verib. Bütün günü hər yerdə məndən yazırdılar. İndi məni niyə ünsür kimi təqdim edirlər? Ağlı başında qadınam, gah dəlixanaya aparırlar, gah narkoman deyirlər. Düz 5 aydır əziyyət çəkirəm. Mənim anamı ağladıblar, mən elə belə adam deyirəm. O qədər əsərlər yazmışam, cəmiyyət üçün işlər görmüşəm, dəstək olmaq lazım idi mənə. Ona başqa bildirdi ki, bahar vaxtıdır, yazın gəlişidir, insanlarda bir təbiətdə canlanma olur, oyanış olur və indi mənim yaradan vaxtımdır. Götürüb salıblar məni Kürdəxanaya. Mən həmişə televiziyada olmuşam, heç bir kişi ilə adım çıxmayıb, dövlət tədbirlərində mənim şeirlərim səsləndirilib. Bir də sonunda onu qeyd elədi ki, mən TikTokda Direlzad ifadəsini Sabah o ifadəni xüsusilə bilən bura. Dostlar, ekran bəyəni, makro ekran bəyəni, yayını bəyənə bir də valideyə takip ataq. Canlını da paylaşın, maksimum paylaşın. Mən Direl ifadəsini səsləndirdiyimə görə həbs olunmuş saxlanılmışam və həbs qəti imkan tədbiri seçilib. Bildiyiniz kimi İlham xanım üçün artıq 2-ci dəfə idi həbs qəti imkan tədbiri seçilirdi və hakim məhkəmə baxışının işin hazırlıq icrasında işin məhkəmə baxışına verilməsi zamanı həbs qəti imkan tədbirinin seçilən həbs qəti imkan tədbirinin saxlamaqla işi məhkəmə baxışına verdi və məhkəmə istintaqı demək olar ki, bugündən etibarən məhkəmə istintaqı başladı. Əzizlərindən kimsə gəlmişdi ailə üzvlərinə məhkəməyə? Yox, ailə üzvlərindən heç kim iştirak eləmirdi. Ümumiyyətlə onu tanıyanlardan da heç kim iştirak eləmirdi məhkəmə prosesində. Yalnız jurnalistlər iştirak edirdi. Buyurun dostlar, görürsünüz, əziz yayıncılar. Ona görə də yayınlarınızı normal aparın. Bax, məhkəmənizə belə əzizləriniz də gəlməyəcək. O dostlarınız da gəlməyəcək, istər-istərçiləriniz də gəlməyəcək. Ona görə də normal aparın yayınları. Çünki belə bir günlər sizi də gözləyir. Allah eləməsin, amma gecindən olsun, amma gözləyir.